oxuydu. Siz mənim üçün hamınız, yəni, çox dəyərlisiniz, dəyərsiz, ayrı-ayrılıqda əzizlərimsiz. Bu yayın silsildə bizim adımıza, Cəlal Bərdüşadın adına, onun adının ışığına bura toplaşmışsınız, minnətdarım. Mən bir-iki kəlmə deyəcəm, çalışmaq istəyərdim ki, Sayət xanımın dinləməsin, çünki o dinləyəndə ağlayır, mən də ağlayıram bir qadın olaraq. Bir ki, həyatda içinə təsəddüf deyil, yəni mütləq bir şey vardı, bir işarət vardı. Mən öz qadınlarımızdan fəxr edirəm, Azərbaycan xanımları ilə fəxr edirəm. Burada Sona xanım Çərkəzi, hörmətli Bəhruz müəllim dedi, bu cür qadınlar, Sayət xanım Cavadzayda, Arzu Mehrəmini, öz həyat yoldaşlarını öz ömürlərində yaşadılar. Yəni, bu cür 21-ci əsrdəyik, biz adətən öyrənmişik, Əsli Kərəmi misal çəkilirdi, Məcnun, əlbəttə böyük dastanlardır, amma gözümüzün qabağındakı dastanları görürük. Və mən onu qeyd edeyim ki, Sayət xanım bu monoqrafiyanın yaranmasının səbəbkarıdır. Mən Sayət xanımın göz yaşlarından təsirləndim, sevgisindən təsirləndim və çox qəribəmə gəldi. 21-ci əsrdə bir qadın 30 il bundan öncə ölmüş həyat yoldaşı üçün göz yaşı tökür. Yəni, həqiqətən bu sədaqət, bu vəfa, mən onun qarşısında baş əyirəm, yenə də deyirəm. Onunla da qalmadı, Allah rəhmət eləsin, ruhu şad olsun, Cəlal müəllimin bütün arxivini icazə aldı. Könül xanıma böyük təşəkkür edirik ki, bizə çox böyük yardımcı oldu və belə bir gücümüz çatan qədər əsəri ortaya qoydu. Deyir ki, eşq daşın qəlbinə düşsəydi əgər, gövhərdən özündən məşhur düzəldir. Mən Cəlal Bərdüşadın yazılarını oxuyanda Sayət xanım nə qədər onu sevirsə, bir o qədər də onun Sayət xanıma sevgisini gördüm. Özünün ömrümə günəş kimi doğdu. Yəni, bu çox böyük bir işdir. Eşq olmasaydı, bəlkə də bu cür gözəl əsərlər yazılmazdı. Mən Cəlal Bərdüşadın yaradıcılığı haqqında danışmaq istəmirəm, çünki vaxtda azdır, hamımızda yormuşluq, üçüncü sayı. Amma bir kəlməli deməklə keçmək istəmirəm ki, Cəlal Bərdüşad hələ sağlığında tanınırdı. Hələ bizim əlimizin Türkiyəyə çatmadığı vaxtlarda Cəlal Bərdüşadın Bozatın Beyliklər əsəri artıq orada çap olunmuşdu. Yəni, Cəlal Bərdüşad sərhədləri çoxdan aşmışdı. Nəinki biləcəyindən o tərəflər, sərhədləri aşmışdı. İkinci bir tərəfdən Cəlal Bərdüşad nə yazırsa, hamısını vətən naminə yazır. Gənclərimizin gələcəkdə bir əsl vətənpərvər kimi formalaşmasını düşünərək yazır. Necə yaşayıbsa o cür yazırdı. Cəlal Bərdüşadın yazılarını mən oxuyanda gördüm. Bu adam cəbhə bölgələrində reportajlar hazırlayıb, övladları kimi onlardan söhbət edib, başlarından sığal çəkib, hər şəhidimiz üçün göz yaşı töküb. Mən indi də danışan o qədər həyəcanlanıram, amma arxivdə işləmək çox çətindir. Çünki belə olar ki, Cəlal Bərdüşadın iç dünyasına səyahət edədim. Ondan əvvəl mənə sual versəklər, siz Cəlal Bərdüşadı tanıyırsınız. Əlbəttə deyərdim, tanıyıram. Tarixi romanlar müəllifi kimi. Amma arxivdə baxanda gördüm ki, heç mən Cəlal Bərdüşadı tanımırmışam. Cəlal Bərdüşadın əlavə tarixi romanları da var. Bir dənəsi hazır əlyazma şəklində Cavanşir romanı. Və çox qəribədir ki, Cəlal müəllim həm də Xətai adlı bir dənə romanını yazmaq istəyirmiş və onun yarısını da gördüm ki, yazıbdır. Tək əlyazma halında olan Cavanşir romanında belə bir şey var. Alman hökmdarı öz övladlarına vəsiyyət edir. Mən öləndə məni vətənin sərhədlərində bastırır. Görün, nə qədər müdrik bir kəlamdır. Yəni, neçə əsr bundan əvvəldən deyilməsinə baxmırıq. Bu gün də biz deyirik ki, vətən sərhəddən başlayır. Sərhədimizi qoruyun, sərhəd qorunarsa vətən basılmaz. Yenə deyirəm, mən saatlarla Cəlal Bərdüşad haqqında, onun əsərləri haqqında, xatirələri
danışaram, amma bilirəm ki, hamımız da çox yorulub. Hamınıza təşəkkür edirəm. Başda Sayət xanım olmaqla ana təşəkkürlərim çoxdur. İcazənizlə onları bildirim. Bu kitab mənim üçün, özüm üçün çox dəyərlidir. Ona görə ki, akademik Səhəbin bəyliyə böyük təşəkkür eləməliyəm ki, kitabımıza dəyərinə dəyər qatırdı. Sənətkarın elmi pasportu seriyasından çıxıb, bu artıq böyük bir, necə deyim, marka kimi, möhür kimidir ki, bu kitab sənətkarın elmi pasportudur. İkinci bir tərəfdən elmi şuramızın qərarı ilə çıxıb, bu da o demək ki, bizim kitabımız elmi üstəlikdə yazılır. Aycun xanıma təşəkkür edirəm. Birək olaraq ki, bu proseslərin hamısında elə birlikdə olmuşuq. Eyni zamanda kitabımızın rəncilərindən biridir. Gülün xanıma bayaq da təşəkkür edirəm, bir daha təşəkkür edirəm. Deyir ki, siz olmasaz biz də olmazdı. Bəhruz müəllimə təşəkkür edirəm, yanımda olduğunuz üçün əziyyət verir, sizə haqqınızı halal edin. Hamınıza minnətdaram, çox sağ olun. Cavab və uşağı da inanıram ki, ruhuşandır. Sağ olun.